Bəziləri deyir ki, Şah İsmail İran hökmdarı olub. Xeyr, Şah İsmail İran hökmdarı olmayıb. Şah İsmail taxta çıxıb 1501-ci ildə Azərbaycanı bütövləşdirəndən sonra Şah İsmail Təbrizdə taxta çıxanda həmin o devlətin tərkibində Şiraz, İsfahan yox idi. Bəlucistan yox idi. Şah İsmail şimali və cənubi Azərbaycanda hakimiyyətin bərqərar eləyəndən sonra taxta çıxıb 1501-ci ildə. Və yalnız bundan sonra Şiraz, İsfahan, İraq, Suriya, Xorasan və digər bölgələri mərkəzi Təbriz olan Azərbaycan səltənətinə birləşdirib. Azərbaycan səltənətin Təbrizi aparıb Şiraza birləşdirməyib. Bu çox bir incə məqamdır. Bu çox incə məqamdır. Azərbaycanı aparıb, Təbrizi aparıb Şah İsmail harasa birləşdirməyib. Başa düşürsünüz? Devlət elan olunub, devlət qurulub, paytaxtı Təbriz olan devlət qurulub, o devlətin də adı Azərbaycan devləti olub, Azərbaycan taxtı olub. Çünki devlət qurulmamışdan öncə Şah İsmailin müşavirəsi var. Gülüstan qalasında, Şirvanda, Gülüstan qalasında müşavirə eləyir Şah İsmail öz əmirləri ilə. Əmirlərinə sual verir. Deyir, sizə Gülüstan qalası lazımdır, yoxsa Azərbaycan taxtı? Bax, Şah İsmailin öz dilindən Azərbaycan taxtı kəlməsi çıxır. Yəni Şah İsmail həm də bizim yeganə tarixi hökmdarımızdır ki, öz dili ilə Azərbaycan taxtı, Azərbaycan sözün iqrar eləyib. Bizim yeganə hökmdarımızdır. Taxt da nə deməkdir? Taxt prezident aparatı deməkdir. Müasir anlamda prezident aparatı. Devlətin ən önəmli atributu taxtdır. Yəni Azərbaycan taxtı demək, Azərbaycan devləti deməkdir. Bəli, Şah İsmail Şirvanda müzakirə zamanı, müşavirə zamanı öz qızılbaşlarına, öz əmirlərinə sual eləyir. Sizə Gülüstan qalası lazımdır, yoxsa Azərbaycan taxtı, yəni Azərbaycan devləti. Onlar da bir ağızdan Azərbaycan taxtı deyirlər. Bundan sonra onlar Gülüstan qalasının mühasirəsinin başını buraxırlar və Təbrizə doğru irəliləyirlər. Təbrizdə də Şah İsmail 1501-ci ildə taxta çıxır. Hansı taxta? Azərbaycan taxtına. Tarixi qaynaqda İran taxtı yazmır, Azərbaycan taxtı yazır.